Sosial media istifadəçiləri arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən kontent New Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş vaxtı çəkilən fotomdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə kütləvi informasiya vasitələrinə müsahibəsində deyib. O bildirib ki, Türkiyə və Ermənistan nümayəndələri arasında əlaqələrin qurulması müsbət haldır. Bu ilk baxışda sadə görünə bilər, amma əslində olduqca simvolikdir. İki ölkə təmsilçiləri arasında əvvəllər mənfi reaksiyalara səbəb olan görüşlər artıq psixoloji baryerləri aşıb. Düzdür, bu hələ ticarət kimi vacib məsələlərə sirayət etməyib, lakin mühüm hadisədir. Prosesin uğursuz olacağını demək üçün tezdir deyə erməni baş nazir bildirib. Paşinyan qeyd edib ki, tərəflər arasında normallaşma prosesi daha 3 ay, 6 ay və ya 1 il gecikə bilər. Amma fikrimcə bu yalnız zaman məsələsidir və səbirli olmalıyıq. Bu mövzuda bəyanatlar ölkə daxilində birmənalı qarşılanmır deyə baş nazir öz sözlərinə əlavə edib.